Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül bəlağa. Ən böyük zənginlik xalqın əlində olan şeylərdə gözü olmamaqdır. Bir şey istənilən şəxs vədə verməyincə azaddır. Əgər bəndə ömrün müddətinə və onun rəftarına baxsa, arzuya və onun aldatmalarına nifrət bəsləyər. Hər bir kəsin malında iki şəriki var. Biri irs aparan, digəri isə hadisələr. İtaət və bəndəliyi olmadan bir şey istəyən, kamanının yayı olmayan ox atan kimidir. Elm iki növdür. Biri fitri olan elm, digəri isə eşidilmə elm. Eşidilmə elm fitri olmayınca fayda verməz. Düzgün fikir dövlət, üstünlük və sərvətə bağlıdır. Onların gəlməsi ilə gəlir və onların getməsi ilə gedir. Yoxsulluğun zinəti abur-ismətdir. Varlılığın zinəti isə şükürdür. Ey cəmaat! Allahdan qorxun. Nə çox adam ki, çatmayacağı şeyi arzulayır. Yaşamayacağı binanı tikir. Tezliklə tərk edəcəyi sərvəti toplayır və bəlkə də onu əyriliklə toplayıb və haqqın qarşısına alıb ona haram yol ilə çatıb və ona görə günahların yükü altına girib. Beləliklə, onun ağır yükü ilə qaydacaq və Rəbbinin hüzuruna həsrət və kədərlə gələcək. O, həm dünyada, həm də axirətdə ziyana uğrayıb. Bu, aşkar olan bir ziyandır. Günahlara əli çatmamaq paklıqdandır. Abrın donmuş haldadır. Ağız açmaq və istəmək onun damcılarıdır. Onu kimin yanında tökməyinə diqqət et. Layiq olduğundan artıq tərifləmək yaltaqlıqdır. Layiq olduğundan az tərifləmək isə acizlik və ya paxıllıqdır. Ən ağır günah insanın yüngül və kiçik hesab etdiyi günahdır. Kim öz eybinə baxsa, başqasının eybini görməz. Allahın verdiyi ruziyə razı olan kəs əlindən çıxan şey üçün kədərlənməz. Kim zülm qılıncını çəksə, həmin qılıncla öldürülər. Kim pis yerlərə daxil olsa, xalq onun barəsində pis gümanda olar. Çox danışan kəs çox səhv edər. Çox səhv edən kəsin həyası az olar. Kimin həyası az olsa, onun pərhizkarlıq və günahdan uzaqlığı az olar. Pərhizkarlığı az olanın qəlbi ölər. Qəlbi ölmüş şəxs o da daxil olar. Kim xalqın eyb və nöqsanlarına baxıb, onları bəyənməsə və sonra onları özünə rəva bilsə, deməli o, elə axmaq və qanmazın özüdür. Qaneçilik tükənməz sərvətdir. Ölümü çox yada salan kəs dünyadan aza razı olar. Kim danışığının əmələ əsaslanmasını bilsə, barəsində qərara gəldiyi və əhəmiyyət verdiyi şeydən başqa az danışar. Zalim insanın üç nişanəsi var. Günah və itayətsizliklə özündən üstün olana zülm edər. Zor və üstünlüyü ilə əli altında olana zülm edər. Zalimların dəstəsinə kömək edər. Çətinlik və sıxıntının ən son həddə çatmasında rahatlıq, bəla və müsibət halqalarının daralmasında dinçlik vardır. İşinin çoxunu arvad uşağına həsr etmə. Çünki əgər onlar Allahın dostu olsalar, Allah öz dostlarını puç etməz. Amma əgər Allahın düşməni olsalar, Allahın düşmənləri üçün kədərlənərək iş görməyin nəyə gərəkdir? Ən böyük eyb və qəbahət özündə olan sifəti başqasında nöqsan tutmaqdır.